Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Avtomobil bazarına gedirəm. Gedək baxaq görək bu yağışlı havada bazarda vəziyyət necədir, qiymətlərdə, alqı-satqıda, ümumi tendensiya hansı səviyyədədir onu göstərəcəm. Çatırıq bazara, bazarda görüşərik. Avtomobillər suyun içindədir. Mərkəzə doğru irəliləyirəm. Sağa sola baxanda çox sönmüş bir vəziyyət görürəm. Alqı-satqı deyəsən heç ümumiyyətlə yoxdur. Müştərilər çox azdır, insanlar çox azdır, amma avtomobillər, yəni bu havaya görə məncə orta ilə gedirəm. Əslində bu getdiyim yolda kənarlara baxanda kifayət qədər bazarda maşın var deyə bilərəm. Amma indi daha hündür nöqtədən bazara baxsaq, onda daha yaxşı əmin ola bilərik ki, bugünkü bazarda nə qədər maşın çıxarılıbdır. Baxın, bazarda həqiqətən də maşın çoxdur ha. Yəni bu yağışa görə, bu havaya görə ötən həftəyə nisbətən bu həftə xeyli maşın çıxarılıbdır bazara. Amma burada bir qəribə vəziyyət yaşanır. Böyük mühərrikli maşınlar, xüsusilə də Toyota Pradolar, Land Cruiserlər, Range Roverlər və digər böyük mühərriklər məhz burada olurdu ki, hansı ki artıq orada bu həftə o böyük mühərrikli nəqliyyat vasitələrini görə bilmirik. Əsas bazarda isə, mərkəzi hissələrdə isə kifayət qədər maşın var. İndi gedək, baxaq, görək bu çoxluğun qarşısındakı vəziyyət necədir, alqı-satqı varmı, qiymətlər hansı səviyyədədir, bu yağışlı havada maşın satan təbii ki var, alan da varmı? Bax, bu suala cavab tapmaq üçün düşürəm bazarın mərkəzinə. Diqqət yetirin, demək olar ki, maşınların bir çoxunun içində sahibi yoxdur, dayanıblar, amma satanlar yoxdur. Maşını qoyub burada çıxıb gediblər. Dəyərli izləyicilər, məndən tez-tez soruşduğunuz bir avtomobil modeli var ki, o bizim indi təqdim etdiyimiz bu videoda yer alacaq. Çünki əvvəlki bazarlarda dəfələrlə siz istəmişdiniz, amma mən tapıb o maşını çəkə bilməmişdim. Söhbət Kia Carnival'dan gedir, bu gəmidən gedir. Avtomobil qarşımızdadır, 2016-cı ildir, sahibinin dediyinə görə və 256 min yürüşü var. Avtomobilin mühərriki 2.2 dizel mühərriklə tərkiz olunub. Qiyməti və digər detallarını indi sahibindən qısa şəkildə soruşub sizə təqdim edəcəm. Başlayırıq Carnivalı incələməyə. Kia Carnival çox böyük, çox geniş, çox belə qəşəng görünüşü var. Çünki həqiqətən də bu avtomobili sevənlər çoxdur. Məhz bu genişliyinə görə, xüsusi olaraq da bu avtomobilin dediklərinə görə, sırf bunu sevənlərin dediklərinə görə, yəni bu avtomobilin həvəskarların dediklərinə görə, dözümlü olduğuna görədir bu avtomobil. Orta komplektasiyadır, açarsız daxil olma görürəm. Arxa qapıların özünün açılmağını, idarə olunduğunu biz şahid oluruq. Yəni toxunan kimi açılır. Kiversi oturacaqlarının dəri olmağı və dəri oturacaqlardakı vəziyyət qənaətbəxşdir. Yaxşı vəziyyətdədir. Oturacaqları, salonu, interyeri. Görürsünüz, böyük monitordur, start-stopdur. Avtomobil orta komplektasiyadır, yenə qeyd edirəm sizə. Sidenkasında zədəzətlə yox. Və onu qeyd elədim, həqiqətən də görürsünüz, nə ön oturacaqlarda, nə arxa oturacaqlarda, nə ön sərnişin oturacağında heç bir didilmə, sökülmə yoxdur. Avtomobilin interyeri çox səliqəlidir və ümumi görünüşü görürsünüz. Və hətta sükanın dəri örtüyü də ki, aşınmayıb, fikir verirsiniz, necə səliqəli bir vəziyyətdədir. Məhz buna görə də, bu səliqəliliyinə görə, avtomobilin ümumi görünüşünə görə sahibi start qiyməti 31 mindən başlayır. Və təbii ki, ciddi alıcı olsa deyir ki, bu alıcının ümumi vəziyyətinə görə də qiymətdə düzəliş eləmək olar haradasa. İndi mühərrikxananın da sahibi bizə göstərəcək. Kia Carnival çox istəyirsiniz, bu avtomobillə bağlı çox məlumatlar və daha doğrusu çox bildirişlər yazırsınız ki, çəkin, göstərin. 2.2 CDI motor, daha doğrusu 2.2 dizel mühərrik burada yerləşir. Avtomobil, bəli. Avtomobilin qardaş deyir ki, sahibi deyir ki, mühərrik yastıqları dəyişdirilibdir və əsmə titrəmə heç bir formada avtomobildə yoxdur. Sistem yuyulub. Bəli, sistem yuyulub deyir. Longeron bakavinlərə fikir versiniz, səliqəli vəziyyətdədir. Digər istiqamətlərdə sizə təqdim edirəm. Avtomobil götürəndə həqiqətən də çox səliqəli avtomobildir. Deyir ki, bütün o xərcləri, o ənənəvi, o rasxodlara hər biri qarşılanıbdır. Sürətlər qutusunun yağı dəyişdirilibdir, mühərrikin yağı dəyişdirilibdir və ümumilikdə avtomobil çox səliqəli bir görünüşdədir. Ona görə də avtomobilin start qiymətini məhz bu vəziyyətinə görə 31 mindən təklif edir, başlayır start qiymətini. Belə interyerini sərnişin, ön sərnişin oturacağından da sizə təqdim edirəm. Görürsünüz, orta komplektasiyadır avtomobildə, çünki
panoramik dam və s. yoxdur. Bəzi funksiyaları var ki, o tam full komplektasiyadan çatmayan bəzi funksiyaları var, amma götürəndə avtomobil çox ideal görünüşdədir. Belə, Kia Carnival'la çəkilişimizə start verdik. Mercedes E-klassları görürsünüz. Orada dayanıblar cərgə ilə. Nə alıcısı var, nə də içərisində oturub bir satanı var ki, soruşaq görək. Nədir, neçədir, yürüyüşü nədir, mühərriki nədir, neçə satırsınız və s. Mercedes E-klasslar. Dəyərli izləyicilər, mühərrikin işləməyinə fikir verirsiniz. Qarşımızda Hyundai Accent var, 2006-cı il 1.5 dizel mühərriklə təchiz olunub. Avtomobil təbii ki, illər öncənin avtomobilidir. Mühərrikin səsini və ümumi vəziyyəti müşahidə edirsiniz. Qiyməti isə 10.500 manatdır. Bu, dizel mühərriklik Hyundai Accent'in qiyməti. 2008-ci ilin 2A Sportage-ni sizə təqdim edirəm. 2008-ci ilin 2 sadə benzin mühərrikdir. Avtomobilin qiyməti, start qiyməti 16.500 manata. Görürsünüz, 2 sadə mühərrik. 2A Sportage. Tez bazar interyerində sizə təqdim edirəm. Parça salondur. Görürsünüz, diqqət yetirirsiniz avtomobil interyerini. Ənənəvi şəkildə o vaxtların, o dövrünün maşınlarındandır. Hətta maşında lük da var. Belə. Kia Sportage, 2 sadə benzin mühərrik və qiyməti də 16.500 manata. Dediyinə görə 160 mində yürüyüşü var. Dediyinə görə. Deyirlər, lətifəsi buradan uzaq. Bazarda it uluyub çaqqal çağırır. Boşluqdur. Alan satan var, alan yoxdur. Yəni, çox sönmüş bir vəziyyətin şahidiyik. Burada bir dənə maraqlı Elantra görmüşəm. Kənardan onun üçün gəlirəm. Soruşaq görək bu səliqəli maşın neçədir. Kənardan insana səliqəli avtomobil təəssüratı bağışlayan bu Hyundai Elantra 2011-ci ildə Amerika bazarı üçün nəzərdə tutulub. Avtomobili 15.500-ə deyir qardaş, start qiymətidir. Ön farlar, lupalı. Yəni ki, sonradan qardaş o avtomobilə bu farları əlavə edib. Amma avtomobildə kosmetik işlərə ehtiyacı var. Məhz buna görə də sahibi çox güman ki, avtomobilin qiymətini bazardan fərqli deyir. Bir də ki, yürüyüşü var. Yürüyüşü də ki, 171.000 mil yürüyüşü var. Stoplar və s. Yəni avtomobilə müxtəlif görüntülər verib, amma ümumi götürəndə görürsünüz, bəzi hissələrdə avtomobildə kosmetik işlərin olduğu açıq-aydın göstərir. Hyundai Elantra. Hyundai Elantraları görürsünüz. Bazarda aşağı-yuxarı komplektasiyasına və ilinə görə bu avtomobillər demək olar ki, bir neçə aydır ki, eyni qiymətlə təklif olunur. 2013, 14, 15, 16-ya qədər olan Hyundai Elantraların qiyməti 18-dən başlayır düz 22-23 minə qədər təklif olunur. Amerika və Koreya bazarı üçün nəzərdə tutulan bu Elantralardan gedir söhbət. Dayının dediyinə görə qarşımızda 2014-cü ilin bir Chevrolet Cruze var. Hatchback görünüşdədir. Avtomobil full komplektasiyadır dayı deyir. Və qiyməti də 12.500 manatdır. Almaq istəyirlər, maraqlanırlar. İndi interyerində sizə təqdim edəcəm. Ona baxdım, gördüm açar oldu. Chevrolet Cruze interyeri səliqəlidir. Dayı tovuzdan gətirib özü də ki, yəni bildiyin elə bir bazar adamıdır da. Kloklayıb, salafanlayıb. Bu görsünlər ki, 34 yola 1.8. Özü də ki, deyilənə görə 1.8 mühərrikdir. Turbo mühərrik deyil də yəqin ki. Sadə. Bunlar bir sadə. Sadə 1.8 mühərrik Chevrolet Cruze. Mən daha əvvəl görməmişdim. Bunlar bilirsiniz də, yəni 1.5-dir, səhv eləmirəmsə 1.5 turbo olurlar. Elə, dayı deyir start stopu və göstərim də sizə. Onluğun komplektasiya. Baxın, yenə qardaşlar avtomobilləri yoxlamaq üçün bazarda bir boşluq tapıblar və burada Schumacher eləyirlər, avtomobilləri aşağı-yuxarı çapırlar ki, görək hansı avtomobilin hansı problemi var, sürək görək. Özünü necə göstərir. Gedirlər o başa, gəlirlər bu başa. Belə maraqlıdır. Bu bazarda 1.8 universal deyək də, Cruze'lar çoxdur. Chevrolet Cruze'lardan gedir söhbət. 1.8 sadə mühərrik, benzin. Avtomobil 2013-cü ildir. 12.500-ə deyir qardaş. Bəli. Təqdim edirəm sizə. 250 mində deyəsən yürüyüşü var, elə dedi. Alış-veriş yoxdur.
Camaat dayanıb musiqiyə qulaq asır. Orada bir qardaş bir dənə magnitofon açıb. Görürsən də, satan maşını qoyub burada çıxıb gedib. Çoxu qoyub maşını burada gedib. Alışdakı sıfır. Gedək görək nədir oxutduğu. Bu səs hansı maşından gəlir? Səslə gəldik, tapdıq səsin sahibini. 2016-cı ilin Kia Sorentosu. Orta komplektasiyadır. Qardaş müştəri tapdıq. Oturub musiqiyə kod verib qulaq asırıq. 2019-cu ilin Renault Duster var qarşımızda. Rusya istehsalıdır. Crossover deyək bu avtomobilə. Görünüşünü görürsünüz. 4 çəkəndir qardaş deyil, 1.5 dizeldir. 2021-ci ildir, 4 çəkəndir. 1.5 dizel mühərrikdir. İndi interyerini də sizə təqdim edəcəm. Baxaq interyerinə. Görürsünüz interyeri. Çox səliqəli interyeri var. 2021-ci il olduğuna görə təbii ki, avtomobil mexaniki sürətlər qutusu ilə təchiz olunubdur. Və biz buradan baxanda görürük ki, avtomobil 162 min yürüşdədir, real yürüşdədir. Maraqlı bir crossoverdir deyərdim. Arxa oturacaqları görürsünüz. Əslində çöldən çox geniş təəssürat bağışlasa da içərisinə daxil olanda o qədər də geniş olmadığını görürsən. Baxın, sidin arasındakı məsafəni. Belə. Deməli, dəyərli izləyicilər, qarşımızda Toyota RAV4 var, amma ənənəvi gövdədə o banda olan RAV4-lərdən deyil. Maraqlıdır, mən yaxınlaşıram, qardaşdan soruşuram ki, bu Toyota nədir, deyir RAV4-dür. Yəni, bildiyimiz RAV4-lərdən deyil də, yəni 2017-ci ildə servisdir bu RAV4. İndi qardaşdan soruşuram ki, bu özəlliklər nələrdir, onlar bir-bir danışsın. Buyur qardaş, eşidirik səni. Qardaş 2017-ci ildir, servis maşınıdır. Aha. 54 min orijinal probektdir, 5 kraska radnoydur, 2 motordur. Heç bir boya, hətta bamperində yoxdur. Start qiyməti neçə dediniz qardaş? 36 min manatdır. Yəni istəyən müştəri razılıq tamına gələr. Görürük ki, avtomobil interyeri səliqəli vəziyyətlidir. Nə qədər yürüşü var idi? 54 min orijinal probektdir. 54 min, bəli, buradan göstərim sizə, görürsünüz. 54 min yürüşdədir avtomobil. Servisdə ona görə də servis avtomobillərdə yürüş təbii ki, iləri-geri çəkilə bilməz və onun artıq kitabçasında hər şey qeyd olunur deyə. Servisdə qeydiyyatdır. Bəli, qeydiyyatdır. Təkərlərini göstərim sizə. Yaxşı vəziyyətdədir disk təkəri. Avtomobilin heç bir hissəsində, heç bir detalında kənardan sonradan vurulan rəng yoxdur. Qəzası vuruğu olmayıb. Hətta dediyinə görə bamperdə də eşitdiniz, hər hansı kənardan müdaxilə olmayıb. Səliqəli vəziyyətdədir. Mühərriki nə idi qardaş dediniz? 2 motor. 2 benzindir, sadə mühərrikdir qardaş deyir. Start qiyməti neçə dediniz? 36 mindir. 36 min start qiyməti bu RAV4-ün. Bəli, dəyərli izləyicilər, bazardakı boşluğu, ümumi vəziyyəti fondan da görürsünüz. Artıq bir neçə saatdır bazardayam. Bax, belə bir vəziyyət yaşanır burada olduğum müddət ərzində. Düzdür, yağış kəsmişdi, yarım saatlıq, 1 saatlıq. Həmin müddət ərzində 5-6 nəfər yaxınlaşdı bazara ki, maşın almaq niyyəti ilə gələnlərdən danışıram. Onlar da yenə yağış başladı, onlar da yenə çıxdı getdi. Özünüz də görürsünüz ki, yenə yağış davam edir. Bazarda vəziyyət bərbaddır. Bu bazarı da yağış məhv elədi. Bu bazarda da demək olar ki, satış sıfırın hətta altındadır. Yaxşı maşınlara yaxınlaşıb qiymətlərini soruşmaq istəyirəm. Hətta sahibləri içində yoxdur. Ona görə də soruşa bilmirəm və bazardakı vəziyyət heç də xoşuma gəlmədi və adamı həvəsdən salır. Çəkib nəsə maraqlı bir şey göstərməyə çalışırsan, sahibini tapmırsan. Ona görə də yavaş-yavaş bazardan çıxmaq qərarına gəlmişəm. Bizi izləmədə qalın. İnşallah növbəti bazarlar yaxşı olar. Həmin bazarlarda sizə istədiyiniz maşınların qiymətlərini təqdim edə bilərəm. Hələlik.